Hamıya salam dostlar, sizi Gizonix kanalından salamlayıram. Qarabağ Newcastle maçını yenidən canlandırmaq istədim. Dedim bunu YouTube'a ilk video olaraq atım. Qurban müəllim görürsünüz necə cavab ciddi həmişə olduğu kimi. Biraz heyətdə biraz dəyişiklik elədim. İlk oyun Bakıdaydı. 2 ayaqlı oyun qoymuşam, yəni 2 oyun olacaq, ev, səfər. Çempionlar Liqasına qoya bilmədim, yəqin ki biz də nəsə Qarabağ seçənlər gizli tutub Qarabağ göstərmir. Nəysə, bizə problem deyil bu. Biraz heyəti dəyişiklik elədim. 3 müdafiə deyil, 4 müdafiədir komanda. Onsuz da yəni neynəsək də nəticədən qaça bilmirik, güclü komandadır. Heç olmasa belə rahat taktika seçdim ki, görək nəsə eləmək olar, mümkündür. Yəni paralel evrəndə Newcastle Qarabağ maçını canlandı. Keçsək, elə bil ki, oyunda sürü keçsək, Newcastle rəqibini Qarabağın rəqibi qoyub onu da oynayarıq. Baxaq, YouTube'un ilk videosu da heç bilməm izləyən olacaq ya yox. Mən çəkib paylaşaram, baxar. 3 zərbəmiz oldu qapıya. Görək, oyun əfsanəvi çətinlikdədir. Yəni, realistik olsun deyə ən güclü nədirsə onu qoydum. Baxaq, Newcastle-a qarşı dirəniş göstərə biləcəyik. Biz də belə deyək, əsl həyatda keçə bilmək, amma yenə də bura qədər gəlməyimizin özü də bir uğurludur. Komandanın büdcəsinə tamam olmalı. Nə bilim, UEFA sıralamasında da yəqin ki yox, deyik ki, bizə təsiri oldu onun. Düzdür, sadəcə Qarabağla o qədər də böyük uğur gözləmək olmaz, sıralama baxımından deyirəm. Amma yenə də komanda yəni liqamıza çox böyük göstərir. Görə indi nəsə eləmək olacaq, yox, mümkün deyil. Hələ ki qol buraxmamışıq, o da bir şeydir. Kral əsl heyətdədir. Elvin savaram ikinci hissə. Mən sözən son oyunu daha çox bəyənirəm. Biraz agresif oyun stili var, amma iyi oy, yox deyədim, iyi oy. Neysə, nə olur? Offside var ya. Belə baxaq, var. Hakim nəzəbsə problem yaratmadı. Oy, Bədov neymişsən? Elə yerdə, Bədov, bax sən deyim də, ancaq qabağa. Yolinton, Tonali, oha, elə öldüm ki, buraxmışıq sən. Yaxşıdır. Hələ birinci hissə tutarına kimi qol buraxmasa vurmaqdan məsələm. Qol buraxmıyor. Səfər oyunda nəsə eləməyi yoxlayarıq. Birinci oyun qolu buraxmamaq mümkündür. Qasıra. Qoçdolu qorxma. Rol itirdi. Dosanni deyil evi. Yəni deyil. Yankovic mərkəzdən. Qoğaşın adını oxuyamıram. Bikalodur nədir. Kimdir olar? Kadi, ötürməsi, Kadi, bir dənə var, oy. Əlimə deyil, var. Heç nə Zubir, xeyri. Zubir zarifası sözü çox qəşəng oyuncudur məncə. Yəni, Azərbaycan liqasına görə məncə xeyli üst səviyyədə. Mənə elə gəlir, bəlkə başqası deyər ki, leşdi. Madinadır, Mədinədir. O da çox güclü oyuncudur, zarifası var. Medina, belə deyək. Gordon, Dionalo Silva yerindədir, azad keçlər yerindədir. Biraz gədsəyicilik qatında bunu, biraz qışqısınlar, Qarabağ. Biraz ürəylənək.
Bəlkə də birini vura bildik. Ya, cinahdan indi hücum edirlər. Birincisi o buraxmasaq, oradan özü bir uğur olacaq. Tonali yaşa kupon yazır abi Tonali. Bundan xəbərimiz var. Onu deyəsən bir illik futboldan uzaqlaşdırmışlar böyle kuponla söhbətinə görə. Andrade. Almış top itirdik. Nəsə eləmək var, nəsə eləmək var. Birinci oyun fikir vermişsə Qarabağ oyunçuları elə yəni reallıqla barışmışdı deyə, yəni necə elə bir həvəssiz idilər, ilk hissə qurtardı. Böyle çəyənləməyə davam edir. Mən oradan getdi, oradan qurtardı. Batskaya çox ölü oyun keçibdi. Ne bileyim Newcastle değil. Yani tamam Araz Naxçıvan mı bakma. Buna da o. Məqsəd yox idi. Kral Medina, Yankovic, sarı vərəqə görmüşəm yadımdadır. Kamil Duran'ın offside yoxdur. Zubir. Aha, qaçırtdım sən öl. Zərbə vura bilsən. İnanma. Oynamaz axı. Görürsən turu keçmək yəni mümkündür belə bax. Heç olmasa oyunda. Yaşay, kim idi abi? Gordon'u yəni bağlayaq. Əşi mümkün deyil. Ala deyəsən mümkün olacaq. Bir dənə imkan vermirsən. Conu oy. Bir gol. Bıraxdıq. Newcastle. Vurdu ola. Heç nə bu. Nə qədər seviniz yaxşı da. Deyəsən sarı vərəqəsini verib. Sarısını da. O qədər önemli deyil. Bir gol lazımdır. Yox şurum. Nə olur? Gol sevincinə kimi göstərir. Nə olur? Görün mən vuruşam. 3 dəfə təkrar göstərməsən indi. Onda söhbət başlayacaq. Zubir. Arxaya. Ala bu nə idi? Niyə gizlənirsən? Ramzi nəsə belə bir şey. Həm qol vurdu, deyəsən, həm də sarı vərəqədən yəs oynayacam. Heç sad olmaz. Bir qoldan heç sad olmaz. Daha da bu qol bizi həvəsləndirdi. Zubir. Yəni, arxaya. Ən qəşəng hücum vurdu belə. Biraz kasıbın şeyi var, neyse onu söyleyeyim belə. Ümitlənə bilən qəşəng hücummuş. Zubir verdim. Və qaçdı. Qəşəngdi. Saxladım. Ver arxaya. Qəşəng. Zubir. Bir dənə götürdüm. Yankovic. Oy. Yankovic çox ağır. Çox ağır qaldı. Yalan. Görək bəlkə buradan topu. Ya. Medina. Davay bir dənə. Ala. Ne oldu ya, bu Diyan var, hiç değil yani sen ya. Şimdi abi, Lingard değil bu. Yok ha, Lingard ne? Şu var burada. Murphy, Yankovic. Aha, oy. Aha, ala bir dənə ala gəldim sən. Bir dənə nə olar şurada, bir dənə pas versəydi söylesənə. Davay uşaqlar, davay. 69-cu dəqiqədir və 70-ə keçib. Oyuncu dəyişdirək də bizdə. Komandaq da bizim də. Yox. Medina, davay, Yankovic. Çıxdıq, bir dənə bəlkə. Zubir. Qaçsın. Kimsə orada qaçır. Toral. Zibil qoymayacaq. Arxaya bax. Bax, sakitləş.
Kalyosan, nəsən Yankoviç. Çox ağır. Çox ağır dalırsan. Yankoviç həyatda belə yaxşı oynayır, amma buna da bir şey yoxdur bunu əvəzləməyə. Ay kişi. Monteli salaq. Zubir. Sən çıx atday gəl. Duran sən də get. Gəl görək Musa. Musaydı da. Heç nə, elvini də salaq görək. Sarıdan qırmızıdan nə var? Remzi yenə gəlir. Bəhd gəlir. Murphy oyuna təzə girib. Elə oyuna girmiş. Aha, alqışlarla zadın oyunu tərk eləməyinə bax. Yaxşı. Cırılmağınız adına bax. Bilirsən, bir sakit. Ola. Rolinton. Babat vurmuş da. Qəşəv. İşte bizim Allah'ımız var. Oradan. Bence bu nəticə zordur sənin. Qəşəydir valla. Yəni 1-0 öz evimizdə. Ucuma olar indi. Həm də rəqibin taktikasını gördüm. İndi ikinci oyun. Nəsə eləmək olar. Atday. Hətta kimi girir. Dalı yoxdur yəni. Hara deyirsən girsin, belə çıxmasın, amma dalı yoxdur. Yes. Davay, nəsə. İkinci oyun səfər oyununda çəkib paylaşacağım. Bir də şey deyim. Türkiyə liqasında karyerada çəkməyi planlaşdım. TikTok'a falan atacağım ama TikTok səhifəsində də eyni. Gizonix adıyla. Səhifə açmışım, görək də. Ne olur? Onsa böyle oynayıram. Bunu paylaşım. Belki baxmaq istəyən olar. Aha, mümkün de öyle çıxma olmuyor ama. Mesela tertemiz daxil. Tertemiz. Vissa baby Vissa. Ama köklənmişəm ki, o bir oyun. Böyle şeyler var. Çox da önemli değil. 2 tane gol qalar. Mücəyində biz səfərdə 5 tane vuramıyorduk. 5 tane 3 tane vuramıyorduk. Vuramıyorduk. Hatta Franana kimi 5 tane. Latomali də sakatlandı. Gələn oyun olmasın. İzleyen olsa sağ olun. Çox sağ olun izlədiyinizə görə. Yəni maraqlı olsa şərhdə yaza bilərsiniz. İlk videodur. Görək davamı necə olacaq.